Salam əziz şagirdlər, biz sizinlə bugün vasitəli və vasitəsiz nitq haqqında danışacağıq. Deməli, başqasının dediyi sözləri olduğu kimi heç bir dəyişiklik etmədən çatdırırıqsa, bu vasitəsiz nitqdir. Yəni, heç bir dəyişiklik etmirik, necə varsa o cürdə çatdırırıq. Burada sanki həmin adamın səsini eşitmiş oluruq. Quruluşu necədir? Vasitəsiz nitq ümumiyyətlə müəllifin sözündən, yəni man və vasitəsiz nitqdən ibarət olur. Durğu işarəsi adətən dırnaq işarəsi və ya tirədən istifadə olunur. Nümunələrə baxaq. Həkim mənə baxıb dedi, sənə dincəlmək lazımdır. Dedi, soruşdu, danışdı və s. Bu isə həmişə nitqimiz deyil. Nitqimiz dırnaq içərisində yazılır və bu hissə müəllifin sözü olur. Dilimizdən çıxan ifadələr isə vasitəsiz nitq hesab olunur. Deməli, həkim mənə baxıb dedi, bu müəllifin sözüdür, sənə dincəlmək lazımdır ifadəsi isə vasitəsiz nitq. Bugün dərslərini oxumusanmı? Fikir verir ki, burada bizim nitqimizdir. Sual verirəm. Bu müəllifin sözü yox, vasitəsiz nitqdir. Deyə atam soruşdu. Bu artıq müəllifin sözüdür. Dedi, deyə, danışdı, soruşdu kimi ifadələr varsa, həmin isə müəllifin sözü olacaq. Sabah hamı vaxtında gəlsin. Mən nitqimdir bu, danışığımdır. Bu olacaq deməli, vasitəsiz nitq. Direktor tapışırdı, bu isə olacaq müəllifin sözü. Deməli, dilimizdən çıxan ifadələr, danışığımız, bunlar vasitəsiz nitq olur. Dedi, soruşdu, müəllim soruşdu, həkim soruşdu, anam dedi. Bu kimi ifadələr isə olacaq müəllifin sözü. Bəs yaxşı, biz öyrəndik vasitəsiz nitqi. Vasitəli nitq nədir? Başqasının sözlərini öz dilimizlə müəyyən qədər dəyişdirərək və sadəcə məzmunu çatdırırıqsa, bu vasitəli nitqdir. Burada mən sözü o'ya çevrilir, dırnaqlar isə yox olur və ki aydınlaşdırma bağlayıcısından istifadə edirik. Vasitəli nitq həmişə mürəkkəb cümlə şəklində olur. Tabeli mürəkkəb cümlə şəklində. Bağlayıcı olaraq isə ki bağlayıcısından istifadə olur. Məsəl üçün, vasitəsiz nitqin vasitəliyə çevrilməsinə baxaq. Leyla dedi, mən sabah gələ bilməyəcəm. Bu bizim vasitəsiz nitqimizdir. Yəni, Leyla dedi, bu hissə olacaq müəllifin sözü, mən sabah dərsə gəlməyəcəm hissəsi isə olacaq vasitəsiz nitq. Biz indi bunu vasitəliyə çevirən zaman, baxın, Leyla dedi ki bağlayıcısından istifadə elədik. O sabah gələ bilməyəcək. Mən əvəzliyi o'ya çevrildi və Leyla dedi sözündən sonra da ki bağlayıcısı əlavə olundu. Vasitəsiz və vasitəli nitq arasındakı fərqlər. Durğu işarələrin dəyişməsi. Vasitəsiz nitqdə mütləq dırnaqlar və ya tirə işarəsindən istifadə olunursa, vasitəli nitqə çevrildikdə isə bu işarələr atılır. Şəxs əvəzlikləri dəyişir. Vasitəsiz nitqdə danışan şəxs öz adından, yəni birinci şəxs mən, biz adından danışır. Vasitəli nitqdə isə artıq həmin sözlər kənardan ötürüldüyü üçün, yəni kənardan mən kimsə nitqini çatdırdığım üçün mən əvəzliyi o əvəzliyinə çevrilmiş olur. Emosionallıq və xitablar. Vasitəsiz nitqdə imdad cümlələri, suallar və xitablar kiməsə müraciət olunur. Bu formada verilir. Vasitəli nitqdə isə bu emosionallıq itir, xitablar cümlənin ortasında tamamlığa çevrilir və cümlə nəqli xarakter daşıyır. Cümlənin quruluşuna gələk. Vasitəsiz nitq müstəqil cümlə hissələrindən ibarət olduğu halda, vasitəli nitq isə həmişə ki bağlayıcısının köməyi ilə bağlanan mürəkkəb cümlə şəklində formalaşır. Vasitəsiz nitqə baxaq. Anar mənə dedi, mən dərslərimə hazırlaşmalıyam. Dedi olan hissə demişdik ki, müəllifin sözüdür. Müəllifin sözü, qoşa nöqtə, v. Biz indi bunu vasitəliyə çevirək. Dırnaq var, mən deyil və nida işarəsi var. İndi bunu çeviririk. Anar mənə dedi ki, o dərslərinə hazırlaşmalıdır. Görürük ki, burada dırnaq yoxdur. Atıldı. Ki gəldi, mən oldu o və nida yoxdur. Əgər vasitəsiz nitq sual cümləsidirsə, vasitəli nitqə çevrildikdə sual tonu itir və nəqli cümləyə çevrilir.
Arif soruşdu, hava necədir? Mən isə burada bunu artıq çevirirəm vasitəli nitqə. Arif havanın necə olduğunu soruşdu. Birbaşa. İndi biz baxırıq ümumiyyətlə vasitəsiz nitqin növbələşməsinə və işləmə qaydasına. Müəllifin sözü vasitəsiz nitqdən əvvəl gələndə. Bu ən sadə formadır. Dedi, danışdı. Məsəl üçün Məryəm danışdı, Əli danışdı, Əli soruşdu, Əli dedi, həkim dedi və s. Ən sadə formadır. Müəllifin sözündən sonra qoşa nöqtə qoyulacaq. Vasitəsiz nitq isə dırnaq içərisində və böyük hərflə başlayacaq yazılmağa. Komandir əmr etdi. Hamı geri çəkilsin. Nənəm gülümsəyərək dedi. Sən artıq böyümüşsən. Turist bələdçidən soruşdu. Bayaq dedim ki, əmr etdi, dedi, soruşdu. Şəhər mərkəzinə necə gedə bilərəm? Müəllifin sözü yerində vasitəsiz. Daha sonra vasitəsiz nitq müəllifin sözündən əvvəl gələrsə. Bayaq müəllifin sözü əvvəldə idi. İndi isə bu vasitəsiz nitq əvvəldə gəlməlidir. Burada dırnaq bağlandıqdan sonra vergül və tire qoyulur. Müəllifin sözü kiçik hərflə başlayır. Baxaq. Səni buralarda heç görməmişəm. Bu bizim nitqimizdir. Dırnaq içərisində olan. Ona görə bu olacaq vı. Deyə qonşu dilləndi. Bu kitabları kim cırıb? Dilimdən çıxan ifadədir. Vasitəsiz nitq. Müəllim qəzəblə soruşdu. Müəllifin sözü. Uşaqlar, diqqətli olun. Bu mənim nitqimdir. Vasitəsiz nitq. Məşqçi qışqırdı. Müəllifin sözü vasitəsiz nitqin ortasında da gələ bilər. Deməli, hər iki tərəfdə vasitəsiz nitq olacaq, müəllifin sözü ortada gələcək. Bu iki cür vəziyyətdə olur. Vasitəsiz nitq bir cümlədir və müəllifin sözü onu bölür. Gələn həftə nəsə demək istəyirəm. Gələn həftə vasitəsiz nitq. O yavaşca əlavə etdi. Bu artıq danışıq deyil. O yavaşca əlavə etdi deyib davamını gətirəcək. Müəllifin sözü. Mütləq kəndə gələrsən. Vasitəsiz nitq. Sənə bu hərəkətin, bu da mənim nitqimdir. Atam üzümə baxıb dedi. Deyir hələ. Yarıda kəsdi. Dedi gəldi. Müəllifin sözü. Sonra yenə vasitəsiz nitq. Məni çox məyus etdi. Bir də vasitəsiz nitq iki müstəqil cümlədən ibarətdirsə və müəllif sözü onların arasındadırsa. Baxaq. Pəncərəni bağla. Ana tapşırdı. Çöldə bərk külək əsir. Dərslərini oxu. Nitqimdir. Vasitəsiz nitq. Müəllim qeyd etdi. Müəllifin sözü. İmtahanlara az qalıb. Vasitəsiz nitq. Müəllifin sözü həm əvvəldə, həm ortada gələrsə, yəni buna bir növ deyilir növbələşmə. Yəni bu nə deməkdir? Yəni müəllifin sözü, vasitəsiz müəllifin sözü, təzdən vasitəsiz. Növbələşmə, mıvı, mıvı. Rəşad. Rəşadın sözü mıdır, müəllifin sözüdür. Yaxşı. Bu. Dedi varsa, bu dedi hissəsi bilir ki, müəllifin sözüdür. Mən razıyam. Təzdən bu da bizim nitqimizdir. Getmə. Getmə, nitqimdir. Bu olacaq vasitəsiz nitq. O qardaşını saxladı. Hələ söhbətimiz bitməyib. Bu da vasitəsiz nitq.